ATV-nin həyətində saç yolda olub. Bu mümkün deyil. ATV-nin rəhbərliyi hara baxır ki, ATV-nin həyətində saç yolda oldu. Bu zar da qızışdırır, belə deyim də, belə biraz pis alınır, qızışdırır. Yəni ki, belə od belə az yananda, yavaş yananda, asta yananda neynirlər? Biraz da od atırlar, üfürürlər, deyir ki, qızışdırdım. Qızışdırdım ki, alov göylərə qalxsın. Elə zar da belə odun üstünə od atandı. Demək, Müğənnilə Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında yenidən gərginlik yaşanıb. News 24 olay istinadən xəbər verir ki, buna səbəb Rəngarəngdə Vəfanın danışdığı olub. Vəfa Şərifovanın bax. Bilirlər ki, xırda bir şey, xırda bir söz, söhbət, danışıq, fikir ifadə məsuliyyətdir də. Yəni ehtiyatlı olmaq lazımdır. Vəfa xanım yenə də nəsə səhvə yol verib. Şərifova ərinin keçmişdə Şəbnəmə mahnı hədiyyə etdiyini iddia edib. Vəfa Şərifova keçmişdə Şəbnəmə mahnı hədiyyə etdiyini iddia edib. Yəni ərinin. Əri də Famildir də. Ay Famil müəllim, sən nəsən bu Azərbaycanda? Axı səni bir gördüm də, o belə görkəmli zadı o da. Belə siz elə bir kişisiniz ki, mən düşünmürəm sizin dərdinizdən ölən olsun da. Nə bilim, elə hey sizin adınız hallanır, Famil. Nə bilim, bilmirəm, belə həmişə sual yaranır ki, məndə bu Famil müəllim nədir ki? Kimdir ki, bu xanımlar bax, belə ərim. Sizin adınızı hallandırır. Bəli, demək Şərifova ərinin keçmişdə Şəbnəmə mahnı hədiyyə etdiyini iddia edib. Bundan sonra canlı yayma telefonla qoşulan Şəbnəm bildirib, böyük bir səhv etdin, Allahdan qorx. O mahnını $300 halal qazancımla almışam. Əsəbimdən ağlayıram. Mən indi ATV-nin həyətinə gəlirəm. Çıxanda onunla görüşəcəm. Ərim alıb nə deməkdir? Efirdə nəyi sübut etmək istəyirsən? Vəfa. Niyə bu qədər ilanlıq edirsən? Dərdin nədir? İndi ərim, balalarım var. Niyə deyirsən? O vaxt o mahnını məndən istədin. Dedim, halal xoşun olsun. Bu efir söhbəti deyil axı. Ayıbdır. Şəbnəm Tovuzlu deyib. Amma doğrudan Şəbnəm xanım yaxşı xanımdır. Gözəl xanımdır. Ona qarşı biraz yox, çox ədalətli olmaq lazımdır. Doğrudan da belə biz niyə görə bu müğənnilər sevir öz həmkarlarına qarşı bu qədər açıq-saçıq danışmaq, çılpaqlıqla danışmaq? Şəbnəm xanım möhkəm olur. Məndən bu qədər Sara Səfura Bahadurdan əlaqə nömrə burada göstərilir. Sizin həmkarınız, Şəbnəm Tovuzunun həmkarı Şəbnəm Həkim. Həkim Qismətolog. Əlaqə nömrəsi burada göstərilib. Gözəlləşmək istəyən hər bir xanım Şəbnəm xanıma müraciət edə bilər. Sara Səfura Bahadurdan bu qədər.